Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə saplarla toxunmuş nar dekorunun hazırlanmasını göstərəcəm. Mən xrustal muncuqlardan istifadə elədim. İstəsəz onun əvəzinə yenə qırmızı saplarla hörə bilərsiniz. Mən keçə üzərində işləyəcəm və ölçünü bilmək üçün ilk öncə çərçivəni açıram ki, çərçivənin içərisində adətən ölçüsünə uyğun kağız yerləşdirilir dekor olaraq, görüntüsü də yaxşı olsun deyə. Və o kağızdan istifadə edib keçəni kəsəcəm və keçəni tam sərhəddən də kəsə bilərsiniz. Çərçivənin içinə yerləşdirəcəm. İstəsəz hər tərəfdən yarım santimetr boşluq qoya bilərsiniz ki, tikəndə biraz yığıla bilər. Şəkili özünüz də çəkə bilərsiniz. İstəsəz hazır formada kserokopiyanı çıxardıb, kənarlarını kəsib kontur xəttlərini qeyd eləmək olar. Yaxud da başqa bir üsul da var. İşığın altında, keçənin altına işıq qoysaz və yaxud da belə deyək, nar dekorunun altında işıq qoysaz, kontur xəttlərin köçürtmə üsulu deyək. İşıq, şəkil və yenə keçə. Üçünü üst-üstə qoyub köçürmə üsulundan da çəkə bilərsiniz. Qırmızının tonlarından istifadə edib narımızı daha gözəl göstərməyə çalışacağam. Qırmızının iki çaları var. Gördüyünüz kimi biri nisbətən tündür. Hətta istəsəz kölgə vermək üçün daha tünd qırmızıdan, zoğalı rəngdən istifadə eləmək olar. İlk öncə başladıqda 2 qat sapla sizə göstərəcəm. Amma daha sonra hörməyə 4 qat sapla davam eləyəcəm ki, tikişlər daha qabarıq və daha dolu olsun. Yəni həm tez dolur elə olduqda, həm də çox tikməyə ehtiyac olmur, daha canlı olur. Yəni sapın hündürlüyü də qalxır. İki formada tikiş üsulu var. Bir kiçik hissələrdə belə sadəcə yəni keçirtmə üsulu deyək, heç bir hörgü, qeyri-adi bir tikiş forması yoxdur. Bunu ancaq çalalarda istifadə edirəm, qısa məsafələrdə. Tikəndə sapı çox dartıb parçanı sıxmaqdan qorxursunuzsa, özünüzə bu formada qəlib ala bilərsiniz ki, parçanı dartılmağa qoymur, istədiyiniz formada tikə bilirsiniz. Amma bir eybi var ki, hər dəfə sapı digər üzdən keçirməlisiniz. Yəni mən az öncə tikdiyim kimi keçirmək olmayacaq, çünki parça çox tarımdır. Yəni iki üsuldan birini seçin. Ya birinci forma rahat formadır, tez başa gəlir, yaxud da ki dartılmağından qorxursunuzsa bu formada tikin. Amma hər dəfə iynəni aşağı, yuxarı keçirtməlisiniz. Və ikinci forma tikişdə isə böyük hissələrdə belə deyək, zəncirvari tikişə bənzəyir, amma bir-birinin içərisindən keçmir. Onu sizə göstərməyə çalışacağam. Baxın, sapı həmişə ya sağ, ya sol tərəfə keçirdib tikirik. Yəni bir tərəfli istiqamət üzrə. Ara boşluqları bu formada saxlayıram ki, digər rəng sapla işləyəcəm. Və bütöv qırmızı hissəni işlədikdən sonra baxın, bu formada kiçik sahələri və ardıcıl zəncirvari tikişlə digər sahələri işləməyi göstərəcəm. Bu formada arxa hissədə dolu olur, amma digərində arxa hissədə yalnız tikiş iynələrin izi qalır. Baxın, bu formada hər dəfə sapı bir tərəfə keçirtməklə sadə formada tikirik. Sanki irəli tikdiyimiz addımları geri-geri tikirik, amma həmişə sapın bir istiqamətdə qalmasına diqqət eləyin.
qırmızı hissələri tamamladıqdan sonra başlayırıq çalar hissələri işləməyə. Narın üst hissəsində sanki işıq düşüb parlaq olan formanı əldə etmək üçün çəhrayının 2 tonundan istifadə eləyəcəm. Biri bildiyimiz çəhrayıdır, digəri isə çox solğundur. Gül qurusuna da bənzəyir, amma daha açıq rəng tonudur. İynəni tikdikdə çalışın ki, son sapın üzərinə, yəni gəlsin. Hər ikisinin bitdiyi yer olmasa da olar, sanki digərinin üstünə də tikə bilərsiniz. Rəng keçidləri daha canlı, daha gözəl görünəcək onda. Daha sonra isə muncuq işləyəcəyim yerləri qırmızı boya ilə, qələmlə boyayıram ki, xrustal muncuqların altından ağ keçə görüntüsü olmasın. Bunun əvəzinə hətta istəsəz qırmızı keçə kəsib yapışdıra bilərsiniz. Yəni muncuqların alt hissəsi görünməsin. Daha doğrusu görünsə də qırmızı fonda qırmızı muncuqlar daha gözəl, parlaq görünür. Bu formada xrustal muncuq düzümü almışam. Belbağı üçün olan muncuqdur və bunun qırmızı tünd rənglərindən istifadə eləyəcəm. İndi isə narın üst hissəsində tumurcuğa bənzər belə necə deyim, tozcuqlar var. O görüntünü əldə etmək üçün qəhvəyinin 2 tonundan istifadə eləyəcəm. İlk öncə tumurcuq üçün sadəcə olaraq sapı iynənin üzərinə doluyuruq. Amma digər üzdən keçirdəndə əlinizdə saxlayın ki, iynəyə doladığımız ip açılmasın. Kənar hissələrə tünd qəhvəyi işlədim. Tumurcuqları açıq qəhvəyi krem tonlarında və kənar hissələrdə narda ağ saplar hörmüşəm. Adi ağ sap və açıq çəhrayı tonlardandır. Yarpaqları isə yaşılın 2 tonundan istifadə edib hazırladım. Baxın, arxa fonda da hiss olunur. Çünki yarpaqların bəzisinə kölgə düşürmüş kimi görüntü əldə etmək üçün yaşılın biraz bir-birindən fərqli 2 tonundan istifadə elədim. Və bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.